Dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri yenə də Bərdə maşın bazarından salamlayırım. Qardaş, Allah xeyir versin. Allah razı olsun, sağ ol. 06 maşını satırsınız. Bəli. Buyurun, İnşallah. məlumat verin bilək. Necə maşınımız? Maşın ili 1994'dür. 1.7 motordur. 4 dənə təzə təkər altında. Salon normal səliqəli. Tex motor sığorta hamısı sənədlər qaydasında. Yəni inşallah. Nə vaxtdan sizdir bu maşın? 2 ildir məndədir. 2 ilə Form yaxın. tolunub yoxsa etibarnamədir? Yox, etibarnamədir. İkincisini mi almısınız? Xeyr, ilk maşınımdır. Yox, etibarnamənin ikincisini deyirəm. Bəli, almışam. Allah yaxşı. İkincini. Alandan sonra xərcləriniz oldu mu? Bəli, olubdur. Yəni motora da olmayıb, amma belə peridokuna xərcləmişəm. 4 dənə təzə təkər almışam. Yəni belə Motor nə idi bunda? 1.7 Nivadır. Dəyişilibdir. Sənəddə qeyd olunubdur, yox. 2 Niva motoru qoyuldu. Bəli, qeyd olunub sənəddə. Yaxşıdır motorun vəziyyəti? Yaxşıdır, qəşəng, ideal. Yağ yemək yox, bir şey yox, yəni cavab deyəm. Nə 213 yazılıbdı, yoxsa nə yazılıbdı? Bəli, 213 Nivadır. Motor yaxşı. Bəli, ideal vəziyyət. Karabkası necə? Karabkası da 4-dür, atma, gedişmə, heç nə, yəni problemi yoxdur. Karabka da idealdır. Karabkanı da kaş Bəli, elədi, bir 5 qoyardı. kosmetik işləri var. Diferdə səs yoxdur. Diferdə səs yoxdur. Pol necədir? Pol da səliqəli, yaxşı. Çürüyüb pazı çıxıbdı mı? Səliqəlidir, bəli. Danqrat Heç bir yerləri problem, var. hamısı yerindədir, bəli. Peredokda səs-küy necə? Yoxdur. Təkərlərdəki yoxdur. Təkərlərdəki bəli, təzədir, 4-ü də təzədir. Maşınımızın ilini dedik neçədir? 94, 1994. 94-dən nəsə qalıb mı? Qapı, kril, kapot. Qalanların soruşaqda yəqin ki dəyişilər. Vallah, onu yalan deyərəm. Mən də elə bax 2 ilə yaxında almışam, yəni dəyişənini bilmirəm. Nə var, nə yoxsa. Hətta indi usta ilə gəlmisiniz. Ustamız demədim bunun hansı hissələri dəyişilibdi. Yox. Satıb başqa maşın alasınız, ha? İnşallah. Allah. Daha yaxşısı mı? Bəli, daha yaxşısını almaq istəyirəm. Hə, çox gözəl. Amma kosmetik işləri var maşınımızın. Bəli, var. Müəyyən yerlərində Var, bəli, var. zədələri var. Çıxsa yaxşı Var. olar. Aynalarda vəziyyət necədir? Ona görə də qiyməti nəzərə alıb yəni qoymuşuq. Aynaların qırığı çatı yoxdur ki? Yoxdur, xeyr. Əllə qalxır da yəqin. Bəli, əllə qalxır. Şitin üstündə 2 yerində çat görürəm, 3 Bəli, yerində xırda daha çatdı, doğrusu. bəli. Oturacaqlar necədir? Normal, səliqəli, yumşaq, Söküntü, yaxşı, cırıq, rahat. sökük Xeyr, yox yox. ki. Maşınımız belə də normal maşındır. Bəli, normal Qiyməti maşın. də deyirik neçə? Qiymət də 3.6-ya deyirik. Yəni razılaşmaq olar da, real alıcı olsa, yəni 3600. danışmaq olar. 3-2-yə istəyən olsa və belə biz təklif eləyirik də indi. Yəni fikrim 3-3, 3-4 bax belədir. Yəni Biz elə Belən sizin olsa- fikrə yaxınlaşmışıq deyəsən. Hansı rayondasınız? fikrimiz Ağdaş rayonu. Əlaqə nömrəniz? 055 203 61 27. Allah xeyir versin. Allah qardaşım. razı olsun. Çox sağ olun. Siz də sağ olun. Əmoğlu Allah xeyir versin. Sağ olun, çox sağ olun. 07 maşın satmaq üçün Bəli, gətirmisiniz. bəli. Buyurun, məlumat verin. Bilək necə maşındır maşın? İli 2004-dür, motorun 16-dır, Karafka 5-dir, diferində səs yox, Karafkada səs yox, motoru yağ yemir. Belə də çürüyü yoxdur altında, içi başı özünüz çəkdiniz görürsünüz ki. Nə vaxtdan sizinkidir bu maşın? Çoxdan da öz adıma da maşın, elə bir 4 təkəri, 4 diskisi, sirenalarda özünün zavalskoydu, şiti özünün zavalskoydu, çatı yox, söküyü yox. Öyrənmək istəyirik ki, görəsiniz var. Tət çəkmisiniz yoxsa elə bu vəziyyətdə olub? Xeyr, bu vəziyyətdə olubdur. Xərcdə indi altına, üstünə, başına olur da görsən maşın alan xərc çəkir də. Bir təkər alır, balansировка elətdirir, razval elətdirir, akkumulyator alır, belə şeylərini eləmişəm. Yəni dolu hazır maşın. Motorun 16 deyirsiniz. Bəli. Motorun vəziyyəti necədir? Yaxşıdır. Yırdırmadınız ki. Xeyr. Bilmirsiniz, açılıb yığılıb yoxsa xəbəriniz yox? Yox, bilmirəm. Mən 5 ildir məndədir. Yağ maşın azaltmadı, belə. Heç nəyi yox. Deyfirində. Karabkası da yaxşıdır. Yaxşıdır, atmosferadı yox. Diferdə səs yox deyirsiniz. Yoxdur, saat kimi. Polda vəziyyət necədir? Polunda da çürüyü olsa 1000 manat çıxacam. Kimsə gəlib Ümumiyyətcə desək. olmayıbdı heç. Olmayıb, yox. Danqrat yerləri salamatdır. Salamatdır, gül kimi. Peredokun səs-küyü necədir? Daşlıqda belə sürürsən bazarın içində, çöldə barədə heç nə səsi küyü yoxdur. Gül kimi də maşın, saat kimi. Təkərlərdə normaldır. Normal, 3 aydır vurmuşam altına. 4 təkər, 4 diski. Təzə, mağazinə. Dəyişilən necə? Qapı, Dəyişilən heç nə dəyişilmir. Zavodun Heç nə, bəli. Kraska vurulmuş olar. Vurulub 5 il bundan qabaq.
çöldən kraska vurdu. Sizdən əvvəlmi yoxsa? Mən özüm vurdurmuşam. 5 il bundan. 5 il bundan əvvəl. Bəli, bəli. Onda maşın xeyli vaxtdır sizdə. Bəli, bəli, çoxdandır öz adımadır. Aformat öz adıma olur. İndi kosmetik işi yoxdur ki. Heç nə. Bax buyurun çəkin, baxın, heç nə yoxdur. Kosmetik Maşınızın aynaları təmizdir, qırışat yoxdur ki. Heç nə yoxdur. Qırğızadı heç bir şey yox. Düymə ilə mi qalxır yan aynalar, yoxsa əllə? Pultu var, pultlandı, düymə ilə də, haçarla da bağlanır, qalxır. Maşınımızın oturacaqlarını təzə görürəm. Çuxol var idi söymüsünüz, yoxsa dəyişmişsiniz? Yox, belə də olub, bax, belə də saxlamışam mən. Gündə 1 kilometr yol gedir məktəbə, məktəbdən gəlib silinib, təmizlənib, qoyulur qaraja, səhərə hazır. Təmiz, səliqəli. Yox, içərisi çox qəşəng daha, nə ləkəsi, nə çirkisi, deyilərlər sanki təzə sidenalar. Özün zaval suya şeyinalardır, şitidir, sidenalardır. Təmizdir. Bəli, özüm də bax belə yuyub təmizləyib qoyuram qaraja, durur o. Alan olsa, yəni peşman olmaz maşınla. Nöqtə boyda çürük yox. Qiyməti neçədir maşınınızın? Qiyməti hal-hazırda indi real alıcı olsa 5,5-a verərəm. 5500-ə. Bəli, endirim eləyəsiniz yoxsa sonudur 500? Yüngül şirinlik də indi sizin çəkilişinizlə gələn olsa yüngül şirinlik verərəm, çıxarım oradan. Özünüz də bizim kanalın izləyicilərindən. Bəli, Buradan da bütün izləyiciyəm. izləyicilərimə salam göndərirəm. Bəli, baxıram, sizə də böyük təşəkkür edirəm çəkilişinizə görə. Belə xoşuma da gəlir. Var olasınız. Bəli, bütün bəli. izləyicilərimə təşəkkür edirəm. Bəli, çəkiliş eləyəndə o qədər təmiz danışırsınız ki, yəni diperin, karovkasın, motorun, için, salonun elə deyirsiniz. Hamısını yəni diqqətlə soruşursunuz, o adamda deyir. Görürsüz, hətta Yəni, siz bizim izləyici olsanız da heç birinin üstündən keçməyəm. Bəli, keçməməlisiniz. Çünki almaq istəyən öncədən bilsin ki, necə maşındır. Nəyi var, nəyi yoxdur. Amma bugünkü günü mənim bu maşınıma heç bir yəni xərc lazım tələb olunmur da, xərci. Hansı rayondasınız? Göyçay rayonunda. Əlaqə nömrənizi deyə bilərsinizmi? Bəli, 051 891 14 12. Allah xeyir versin. Bəli, gələn olsa, istəyən olsa zəng eləsin, maraqlansın. Göyçay rayonunun Ləsplaq kəndində oldu. Uğurlar arzu edirəm. Bəli, maşın da 1 kilometr gedib məktəbə, qayıdıb gəlib silinib, səliqəli, yuyulub, qoyulub qaraja. Müəllim işləyirsiz yəqin. Bəli, çürükdən heç bir söhbət gedə bilməz. Heç bir nöqtə boyda çürük olsa 1000 manat çıxıram pulunu. Təşəkkür edirəm müəllim. Bəli, sağ olun. Siz də sağ olun. Mən də sizə təşəkkür edirəm ki, belə çəkib işıqlandırırsınız. Maşınları istəyən də görür oradan canlıdan, misal baxır, zəng eləyir, gəlib alır. Allah kömək. Bax, hal-hazırda da görürsünüz ki, maşınımıza baxan var. Yəqin çürüyünə baxırlar. Çox vaxt mən də alt hissələrini çəkib göstərirəm. Bəli, çəkin. Mən ondan yana çəkinmirəm. Çünki maşınıma cavabdehəm. Uğurlar arzu edirəm. Çox sağ olun. Mənim bizim yerə qoyun olun. Qardaş, Allah xeyir versin. Sağ ol qardaş. Mercedes 4 göz deyirik də el arasında Y-Class. Elədir. Buyurun, məlumat verin bilək necə maşındır? 99-cu ildir. 2.4 motordur. Sastayanısı hər şey yaxşıdır. Yəni problemsiz maşındır. Sürüyü pası yox, udarı vuruğu yox. Nə vaxtdan sizindir bu maşın? Var bir il var. Etibarnamədir yoxsa format elətdirmisiniz? Aformat öz adımadır. Öz adınız olan maşın. Alandan sonra xərcləriniz oldu mu? Bəzi şeylər, yüngül şeylər oldu. Motor 2.4-dür deyirsiniz. 2.4. Benzindir. Benzin. Sadə olur da bunlarda mühərrik. Hə. Yoxsa nəsə Onu bilmirəm. kompressormu, turbo mu belə bir şey yoxdur ki? Yox. Turbo deyil, turbo deyil. Sadə mühərrikdir. Evet. Necədir mühərrikin vəziyyəti? Sürətlər xüsusi əla. Yox, mühərrik özü. O da yaxşıdır. Heç bir problem yox. Yağ azaltması, Qram da səsi. yoxdur. Heç bir problem yox. 432 min göstərir. Yəqin ki, açılmış olar, eləmi? Vallahi onu bilmirəm axı. Məndən qabaq bəlkə neçə sahibi olub, çox olub. Əsas odur ki, salamatdır. Salamatdır. Sürətlər qutusu da avtomatdır da. Avtomat. Necədir onun vəziyyəti? Əla, çox əla. Gecikmə, vurma. Yoxdur, heç biri yoxdur. Difer necə? Səsi Biraz var, onu pulundan çıxacaq. dəyişilməlidirmi yoxsa elə narahat eləmir? Dəyişə də bilərsiniz, dəyişməyə də bilər belə. Altı necədir? Polo. Sürük yoxdur, heç nə yox. Zədəsi olmuyor ümumiyyətcə. Öndə peredokda Yoxdur, səs-küy heç nə səs-küy yoxdur ki. Heç nə yox. Təkərlər normaldır. Təzədir, təkərlərin 4-də təzədir. 18-lik disk təkərdir. Disklərdəki pis deyil. Disklərdə zədə yoxdur ki. Yoxdur, heç birində yoxdur. Maşınımızın müəyyən yerlərində kosmetik işlər görürəm. Var, bəzi yerlərində var. Dəyişiləni yoxdur. Qapı, krel, kapot. Vallahi onu bilmirəm. Məndən qabaq bilmirəm, olub, olmayıb. Məndə olmayıb.
Aynalar necə? Salamatdırmı? Salamat Qırıqçat yoxdur ki? Yox, yoxdur. Ünalın şüşəsi təmiz. Yan aynalar düymə ilə mi qalxır? Hamısı. Dördü də işləyirlər yəqin ki. İşləyirlər. Şitin üstü Sideniya təmizdir. qızdırıcıları hamısı işləyir. Ha, sideniya qızdırıcılar da var. Parçadır mı, dəridir mi salonu? Yox, Hollanıbdır, parçadır. ona görə dəqiq görmədim. Parçadır, Parça salondur. Şiti təmiz. Kondisioner necə işləyir? Buz kimi. Əlavədəki məlumat almaq istəyən yəqin sizi narahat eləyə bilər. Eləsin. Əlaqə nömrənizi deyə bilərsiniz. 050 607 56 36. Hansı rayondasınız? Yevlax. Maşınımızın qiyməti neçə? 10900 10.900. deyirəm. Bütöv 10.000-ə vermək olmaz? Təklif Yaxşı eləyirik klient ha. olsa vermək olar. Biz təklif eləyirik, yəni məcbur eləmirik. Maşınımızı da Yevlaxda görə bilərlər. Uğurlar arzu edirəm qardaşım. Sağ ol, İnşallah elə bu gün satıb gedərsiniz. Var ol, sağ ol ya. Siz də sağ olun. Ört. Əmə Allah xeyir versin. Çok sağ ol, valla. Hoş gelmişsiniz. Maşınımız Honda Civic, elə mi? Bəli, bəli. Buyurun, məlumat verin bilək, necə maşındır maşınınız? Maşının hal-hazırda problemi yoktu. Bütün İli neçə idi maşınınız? 2010'du. Ha, buyurun. Tekerlerin nasıldı, onları yenilemişik. Akümülatörü yenilemişik. Qalanda ne varsa radyonun başında məlim. Nə qədər vaxt maşın sizdədir? 2-ci ildir. Aforbut olunub da elə mi maşınınız? Bəli, bəli. Ha, lap yaxşı. Alandan sonra xərciniz oldu mu? Nəsə düzəltdirdiniz? Xeyr, bir dənə təkər, 4 təkər almışıq, bir də bir akümülatör. Mühərrik nədir bunlarda? 2-4. Benzin yəqin ki, elə mi? Bəli. Sadə olur bunlarda mühərrik. Sadə motordur, bəli. Açılmıyıb ki mühərrik. Xeyr, xeyr. 230 min göstərir Bəli, bəli, yürüyüşü. bəli. Yəqin ki, orijinal olardı. Bəli, bəli, bəli. Yağ azaltmadır, səsdir mühərrikdə. Xeyr, xeyr. Mühərriki yaxşıdır deyirsiniz. Bəli, bəli. Kondisioner də var da bunlarda. Bəli, var. Necə işləyir İşlər kondisioner? vəziyyətlər, Yaxşıdırmı? Bəli. Benzin sərfiyyatı Benzin sərfiyyatı sürməkdən asılıdır müəllim. ondan aşağı düşür yoxsa çoxdur? Uzaq yolda əgər bərk sürməsən 8-9 litr işlədir. Şəhər daxili 10-11 işlədir. Ötürücülər qutusu da avtomatda bunda, avtomat Bəli, korobkadır. bəli, bəli. Gecikməsi, vurması, Xeyr, xeyr. dördü də çəkir. Bəli, 4 matikdir. Avtomatik qoşulur. Yoxsa Bəli. əllə mi qoşulur? Avtomat qoşulur, 60-dan sonra əllə də qoşma var, elektrondur. Hə, öz 60-a qədər dördü də çəkir, sonra Bəli, aralayır bəli, yəqin ki. bəli. Aha. Necədir? O diferdir, nədirsə orada səs yoxdurmu? Heç birində qüsur yoxdur müəllim. Bu maşınlar da ola bilməz çünki təmiz, orijinal yapondur bunlar müəllim. İşlətməkdə nasıldır da indi? Bəli, bəli, bəli. Altı necə? Polu, Tərtəmizdir müəllim. çürük pas, harasa dəyə, zədələnə. Xeyr yoxdur. Peredokun səs küyü necə? Peridokda bir xırda qüsurlar vardı, onları da düzəltdirmişəm. Təzə servisə salıb çıxartmışam. İndi yoxdur ki. Xeyr. Əsas indi. Təkər də deyirsiniz, təzə almısınız, Bəli, yaxşıdır. təzədir. Maşınımızın dəyişiləni varmı? Xeyr, Qapı, krel, qapı. xeyr, xeyr. Kraska vurulub? Bizdən əvvəl ola bilər ki, olsun öz ölkəsində, bizdə heç nə olmayıbdır. Hə, bu Azərbaycana gələndən sonra siz işlətmisinizmi, yoxsa Bəli, necə? bəli, Bax onu bəli. bilmədik. Hə, lap yaxşı. Hazırda kosmetik işi yoxdur. Xeyr, Ön alın şüşəsi çatlayıbdır. bəli, çat var. Dəyişilsə daha yaxşı olar. Bəli. Düzdür, sürücü tərəfdə deyil, sərnişin tərəfdə. Bəli, Yan aynaların dördü də düymədir. bəli, İşləyirlər yəqin bəli, ki. bəli. İşte vəziyyətdədir. Şitin üstündə yoxdur zədə. Xeyr. Oturacaqlarda biraz zədələr gördüm. Bir dənə arxa buradadır, Aha, sürücü Onu da tərəfdə özümüz var gördük. yeyilmələr. onda Parça razılaşsaq salondur. özüm düzəltdirib verə bilərəm. Parça salondur, bəli. Ya da qiymətindən çıxmaq olar, Bəli, özləri bəli, eləyər. bəli. Maşınımız belə yaxşı maşındır. Sadəcə biraz əvvəl gəzdirmək lazımdır. Servisə saldırarıq, nə qüsuru varsa onu xərcimiz ödəyərik. Hətta yoxlatdırıb vermək Bəli, istəyirsiniz. bəli. Çünki maşına qədər etibarımız var. Aha. Hondalar biraz dözümlü maşın olur. Elə bilirəm ki, problem olmaz yəqin ki. Bunlar təmiz, orijinal Yapon istehsalıdır müəllim. Qiyməti neçədir? 18 min. Endirim varmı? Yəqin ki, yaxşı, şirin alıcı olsa olunacaq. 17 min sayan olsa verəkmi bunu? Yox, Verməyək 17 Xeyr. min. 17 yarıma məsləhətləşərik. Hansı rayondadır? İmişli, Əlaqə nömrəniz? Akü nömrəmi 050 974, 050 974 bəli, 64, 64
84. 84. Bəli. Uğurlar arzu edirəm elə. Bacım oğlu da ona görə nömrəni soruşdum. Aha, lap yaxşı. Uğurlar, uğurlar. Çəkim. Qardaş xeyirli olsun. Sağ ol, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkürlər. Mercedes C-Class. Bəli. Buyurun, məlumat verin bilək necə İli maşındır? 94-dür, 1.8 mexanika. Nə vaxtdan sizindir? Hardasa məndə 4-5 aydır. Bəs nə əcəb tez satası oldunuz? 4 göz almaq istəyirəm. İnşallah, Allah fikrinizdən sizə xeyir versin. Sağ olun, var olun. Deyirəm, bəlkə xərcləri çox oldu, sizi Yox, yordu. heç bir xərci yoxdur. Klaskasını da 2 gündə vurdurmuşam. Təkərlərini 4-ə təzədir. Aha, elə satmaq üçün vurdurdun ki, qəşəng görsənsin, yoxsa? Bəli, yaxşı görsənsin. Gözəl. Klaskası bozarmışdı. Başqa nə xərciniz oldu maşınınıza? Klaskalatmışam, nə bilim, belə maqnitofon zad almışam. Belə Mühərrikinə şeylər. heç baxdırmadınız. Mühərrikində problem yoxdur. Neçədir mühərrikin kubu? 1.8. 1.8 benzin deyək. Benzin, mexanika, bəli. 400 mindən azalıbdı. Hələ tamam deyil. İndi bilmirik nə qədər orijinaldır, yoxsa bir qrup fırlayıbdımı? Yox, onu deyəm bərəm. Yalan söylədim. Çünki ilinə görə 94-dən 94 deyil, bəli. Ya da benzin çox işlədir, Yox, sürmürlər. benzini yox, eləyir, yaxşıdır. Nə qədər Az yandırır? işlədir. Hardasa 8 zat. Kondisioner varmı bunlardan? Kondisioner yoxdur, lükdür. Motorun vəziyyəti yaxşıdır. Yaxşıdır, bəli. Yağ azaltması, Heç biri səsi. kapli, heç nə yoxdur. Motor, karovka hamısı çəkimi. Korobka mexanikadır. Mexanikadır, bəli. Atma, səs. Heç nə, heç nə. Diferdə vəziyyət necə? Diferdə 20-30 arası, yəni cüzeyre belə səs var. Yəni o da ki, yüksək şeydə, aborotda səs eləmir. Əvvəldən var idim, yoxsa siz elədiniz? Yox, əvvəldən var idi. Yəni deyirəm görüm dəyişək yoxsa dəyişməyək? Yox, dəyişməyə ehtiyac deyil. Heç belə yuxarı şeydə heç kaplidə səs eləmir. Yuxarı sürətdə səs yox. Heç. Pol 20-30 yaxşıdır. Yaxşıdır. Çürük, pas. Çürük, pas, heç nə yox. 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 Yoxdur polunda. Yox. Peredokun səs-küyü necə? Yoxdur, heç bir şey yoxdur. O da yaxşıdır. Təkərlərə baxaq. Təkərən 4 də təzədir. Təkərlər yaxşıdır, qardaşımız deyir. Sizi qofurayım al. Dəyişilən nəsə varmı? Təkərləri qardaş göstərmək istəyir. Salam, eləçin nətərsən qardaşım? Ha, təkərləri qəşəng. Dəyişilən nəsə varmı? Qapı, Valla məndə olmayıbdır. Məndən qabaq. Kraskaladanda demədilərmi? Yox. Bax bu hissələr dəyişilmiş. Yox, məndən qabaq olubsa deyəmər, amma məndə olmayıbdır. Karaskan da daha dünən vurmuşsa, Bəli, yəqin bəli. ki yaxşı olar. Parlovka olmayıb, yoxsa olundu? Yox, parlovka olmayıb. Kraskalanıbdır, sür. Aynalar Laqan. necə? Təmizdir aynalar. Aynalar Qırıq çat təmizdir. yoxdur. Aynaları yaxşı. Luk da var hətta. Luku işləyir görəsən, yoxsa yoxlamamısan? Yoxlamamışım heç. Aynaların dördündə də Dördü də düymədir. podyomlikdir, bəli. İşləyirlər dördü də. Bəli, qobdan göstərin baxın. İşti də ki təmizdir. İşti təmizdir, çat yoxdur. Baxın. Aha, işləyir. Deyə arxalar. Hə, gördüm. Aynalar dördü də işləyir. Bəli. Oturacaqlarda vəziyyət necədir? Çöküntü, cırıq, Çöküntü sökük. yoxdur. Çöküntü yoxdur. Aha, bu Bir dənə sürücü tərəfdə bir yeyilmə dənə var. burdadır, vəsiyo. Qalan hamısı qəşəngdir. Bir dənə buradır, vəsiyo. Çöküntü zadı Əlaqədəki yoxdur. kim sualı olsa sizinlə əlaqə saxlaya bilər. Bəli. Əlaqə nömrənizi xatırladın? 051 922 9909. Hansı rayondasınız? Bərdədə. Qiymətini demədik, eləmi? Əsas qiymətidir. Qiyməti 6000. 6000-ə deyirsiniz. 5-5 sayan olsa Yox, sonu 58. 06 qiymətinə. Bəli. 07-lər bahadır. Bəli. 07-dən də ucuzdur. Uğurlar arzu edirəm Çox sağ olun, qardaşım. var olun, minnətdaram. Siz də Təşəkkür sağ edirəm. olun. Sağ olun. Xeyirli olsun qardaşım. Çox sağ olun, çox sağ olun. 015 maşınınızı satışa gətirmisiniz. Bəli. Buyurun, məlumat verin bilək necə maşını başladınız? Qardaş 2022-dən məndədir bu maşının. Yəni elə bir problemi yoxdur. 1.5 motordur. Sənədi aformutdur yəqin ki. Bəli, öz Öz adıma. adınız olan Bəli. maşındır. Alandan sonra xərcləriniz oldu mu maşınıza? Yüngül diski təkər dəyişmişəm, bax belə şeylər. Motorunu heç açdırmamısan? Xeyr. Yəqin Motor ki, tərəfqa əvvəllər yaxşıdır. açılmış onlardan. Onlar da indi 2003-ün maşınıdır hər halki. Yağ azaltması necədir? Xeyr, heç milli yox. Səsi yaxşıdır motorun? Yaxşıdır, bəli. Korobkada vəziyyət necə? Korobka da yaxşıdır. Atma səs yoxdur ki. Heç bir şey. Yox, yüngül səs bunlarda lap təzə dəyişsən belə səs olur. Korobkada səs olur. Bəli, bunlarda adətdə olur. Qranatlar necə? Yaxşıdır qranatlar. Səs yoxdur ki. Xeyr. Ümumilikdə peredokun səsi küyü yoxdur. Heç bir şey yox. Ekran necədir? Ekran var, işləyən yerləri var. Yəni Yaxşıdır məndən amma. qabaq olub da belə deyək. Amma yaxşıdır. Məndə Problem heç bir şey yox. Təkərlər necə? Təkərlər əla vəziyyətdə. Disk təkər təzə dəyişmişəm yəni. Bir il zad daha belə deyək. Aha, altı necədir? Polo.
Heç bir şey yox. Heç bir şey Zədə yox. olmayıb ümumiyyətlə. Məndə olmayıb. Yox, vəbşə yerləri varmı? Nəsə zədələnmiş? Yəqin ki, pası olmuş olubmu? olar bu qabaqda yüngül dəyibsə də elə belə yanı yüngül bir şeydir. Aha. Dəyişilən deyirsiz yoxdur, ha? Yoxsa necə? Məndə yox. Qapı, kril, kapot. Xeyr, heç nə dəyişmir. Kraska mı vurular da yəqin ki? Kraska. Bir neçə Vurulmuş dəfə olar. vurular. Ən azından bir dəfə vurulmuş olar. Mənə elə gəlir ki, bir dəfə olur. Aynalarda vəziyyət necədir? Yaxşıdır, yaxşıdır. əla. Çat yoxdur, ön aynadakı nədir? Ləkədir, Xeyr, çatdır. o telefon qabıdır, aşağı düşüb o. Hə. Onun kleyi gördüm. Kleyi Kleyi görsən. Yəni siləndə gedir o. Ön aynalarda düymə gördüm. Bəli, ön alanda İşləyirlər, özü eləmi? bəli düşüb qalxır, arxalar əllə. Şitin üstü təmizdir elə bilirəm. Yoxdur Bəli. zədəsi. Yox, heç bir şey. yox. Oturacaqlar necədir? Cırığı, söküyü, çöküntüsü. O tərəfdə biraz görürsüz bax var. Sürücü sərnişin tərəfdə. O da elə problem deyil. 50-60 manata üzlük alıb çəkirsən, olur əla. Adətən sürücü tərəfdə elə bir şeylər olardı. Burada Bu ikisindən mən alandan heylədi, yəni bu maşın çıxol eyni vəziyyətdədir. Mən bunun heç bir şey vurun, udar dəysin, nə olsun, heç bir şey yox. pultu da var bunların. Bəli, bəli. Hə, maşınımızın qiyməti neçədir? Qiymət belə 6000-ə deyirəm. Yəni razılaşmaq olar. Endirim də eləyəsiniz. Bəli, bəli. 5500 təklifi gəlsə. Bundan bir az yuxarı olsa verərəm. Hansı rayondasınız? Ağdaş rayon. Əlaqə nömrəniz? 050 448 63 34. Allah bazar versin. Çox sağ ol. Siz də sağ olun. Saqqalın nəsə. Qardaş Allah xeyir versin. Sağ ol, sağ ol. Maşınımız maraqlı maşındır, Çanqandır. Hansı modeldir? Çanqan Elove. Gəlib baxırlar da maşınınıza. İndi bilmirəm birinci dəfədir bu bazarda görürük deyədimi yoxsa Hə, birinci dəfədir gəlmişəm hə. yox, ümumiyyətcə bu maşınlardan birinci dəfədir mən görürəm. Bəlkə də olubdu, mənim qarşılaşmamışam. Buyur, məlumat ver, izləyicilər də bilsin necə maşın olduğunu. İl 2014. Birinci əldən özümüzdədir də. İlk sahibi sizsiniz. İş sahibi bəli. Elə 14-də mi aldınız? 2015-də aldım. Təzəliyin almısınız mı? Təzəliyin. 1.4 motor. 180 min göstərir. Orijinal proyektdir. Necə maşındır? Valla çox Sizi çox qəşəng. incitdimi? Heç bir şey problem zədə olmuyor indiyənə kimi. Elə də sürürük. Əvvəlkiləri bilmirəm amma bu son çıxanları yaman pis deyirlər. Yox, bunda heç bir problem olmuyor. Motor nədir bunlardan? Motor 1.4 gedir də. 1.4 benzin motordur. Benzin. Hə. 100-ə 3 yarım. Benzin. 3 litr yarımda Ya, benzin benzin yandır. sərfiyyatı. Hə. Kondisioner var mı bunlarda? Hamısı işləyir. Kondisioner, VPC. Mühərriki nə zaman yığdırdınız? Mühərrik yığılmır. Elə açılmır. Heç arasını əldə. Zavod nə qoyub elədi. Yağ azaltması nə qədərdir? Heç nə yoxdur cağaz atmazsa. Səsi də yaxşıdır. Normaldır, qəşəngdir. Yəni zavod Bəlkə nə belə qoyub. problem yarananda hara aparırsınız? Hansı üstü Yəni yaparsınız? hələ indiyənə kimi problem yaranmayıb. Heç üstü aparmamısınız. Heç ustaya getmir. Təkəri, bir də yağı. Söz. Təkər dəyişmisiniz də? Hə, təkəri dəyişilib hə. Korobkası mexanika. Mexanika, 5 skor, 5-dir. 5-5. Atma, səs, Heç bir şey yox. ön çəkir də bunlarda da. Ön çəkirəm. Necədir pedokun vəziyyəti? Əla, super. Qranatlarda səs ki yoxdur Heç ki. nə, heç bir problemi yoxdur. Ümumiyyətcə orada nəsə pedokda nəsə dəyişiklik olur. Heç bir şey olmayıb. Zavod nə qoyub o da. Nə gözəl maşındır bu. Təkərlər də ki normaldır deyə biləm, eləmi? Normal təkərlərdir. Hə. Altında yoxdur zədə. Harasa dağa Heç. daşa qaldırıb vurmamısan. Heç bir yerə dəyməyib. Çürük top pastaki Heç Yenə yox. zavod maşındır. dəyişən nəsə varmı? Heç bir şey dəyişilməyib. Qapı, kril, kapot, Heç hamısı nömrə ilə özü indi. əziyi falan olmayıb ki. Heç bir şey. Kraska vuruldu, Kraska ətəklərinə vurulub. Padmuşkaya. aşağı hissələrinə Aşağı vuruldu. hissələrinə vurulub. hə. Maşınımızın elə biləm kosmetik işi də yoxdur hazırda, eləmi? Yox, yox, heç kosmetika tələb etmir. Aynalar yaxşıdır, qırıq çat yoxdur elə biləm, eləmi? Heç nə. Şüşələr təmizdir. Ön şüşələr düymə ilə qalxıb yenir. Düymə ilə də. İşləyirlər yəqin. Arxalar əllə. Arxalar əldir, qabaqlar düymə. Şiti də ki, geniş şiti var, tərtəmizdir. Eləmi? Yoxdur ki, zədəsi falan. Yox, heç bir şey yox. Oturacaqlar parça, zədə yoxdur. Maşınımız normal maşındır da. Yanacağı da az işlədir. İndi əlavə də ki, kiminsə sualı olarsa yəqin sizinlə əlaqə saxlaya bilərmi? Olar, problem yox. Nömrənizi onu da bildirin də bizə. 077 316 75 72. Maşınımızın qiymətini də deyin. Maşının qiyməti 7200. 7-2-yə deyirsiniz, eləmi? Deyirəm. Endirim diləyəsiniz. Real alıcıya olacaq endirim. 6-5 verən olsa nə deyək?
Çox endirdi yoxsa? Çox, sən çox yendirdin. Nə qədər 700 man. 700 endirim elədin. Çox Bu bir əlaqə saxlasınlar da olsun ki yumşaldınız. Heç Hansı rayondasınız? Ucar rayonda. Ucardadır qardaşımız da. Uğurlar arzu edirəm qardaş. Sağ ol, sağ ol. Siz də sağ olun. Sağ ol. Bazarda alıver yoktu, zevksizlikti. İnsanlarda pul yok, imkan yok. Qardaş sizin alver nə təyərdi sizinki? De vəziyyət pis olursadır. Alan yoxdur. Alan yok, satamamışım. Hə, inşallah hələ bazarımız davam eləyir də. Bəli. Oradakı burada. İnşallah. Uğurlar arzu eləyirəm. Səfrən maşınlama gəlmişik, tapanmadıq yaxşı maşın. Mən deyirəm 07-dən sən 05 yaxşı var da. Hə. Təzə maşın alın, təzə maşın. Uğurlar arzu eləyirəm. Sağ olun, sağ olun. 2005-ci il. Son qiyməti nədir? Razılaşmaq olar. Motor, karabka, difi. Motor 06, karovka 5. Difirdə də səs yoxdur. Xeyirli müştərilər. Sağ ol. Akkumulyator təzə, Akmiyyatı da təzədir. təkərləri təzə, Təkərlər təzə. İçində bir dənə mikrofon. 4 kolonka. Bəli. 2 kolon. Xeyirli olsun. Sağ ol. Allah xeyirli Satarsan inşallah. Sağ ol. Qardaş Allah xeyir versin. Sağ ol. Maşınımızı bayaqdan baxırlar, indi bilmirəm, həvəsə baxırlar, yoxsa elə almaq istəyən varmı? İnşallah yaxşı olar. Buyur, məlumat ver, 07 maşın. 07 motor 06, karovka 5, İli neçədir maşınınız? 2005-ci il. Siz nə vaxtdan işlədirsiniz? Bizdə 3 ildən çoxdur. Aformutdum, etibarnamədir. Öz adımızdadır. Öz adınız olan maşındır. Bəli. Akkumulyator təzə 1 aydır. Alandan sonra xərciniz oldu mu maşına? Təkər almışıq, akkumulyator almışıq. Çoxdan bizdə, yəni 3 ildən çoxdur. Hə, Öz xərcəklər də adımızdadır. 3 ildən çox. Öz adımızdadır. Motorunu yığdırmadın. Motorunu, mühərriki. Yox, motor yox, yığdırmamışıq. Elə Yağ belə- azaltması nə qədərdir? Yaxşıdır, pis deyil. Yağ azaltması yoxdur. Yoxdur yoxsa var? Valla bilmirəm dəqiq. Ki olar olmaz da. Səsi yaxşıdır 2000. motorun. Yaxşıdır. İşləyir. Karabkası necə? 5. Atma, səs yoxdur ki. Yox, 60. Diferin səsi necə? Feridot, Saşqa təzə. Difiri səs yoxdur. Polda zədə necə? Yoxdur. Polda yaxşıdır. Yoxdur. Altında çürük pas deyirsiz, danqrat yerləri. Yüngül deyənə bax belə görsənən yerlərdir. Başqa iş. Danqrat yerləri yaxşıdır. Peredokda səs-küy yoxdur. Yox. Təkərlər normaldır. Hamısı. Dəyişilən sistemi hansı? yoxdur, hər bir. Dəyişilənləri. Qapı, krel, Yalan kapot. deyərəm. Onu bilmirəm. Bilmirsiniz deyiləm. Hazırda da kosmetik işləri var müəyyən yerlərində. Eləmi? Xırda var belə. Belə toskalar. Aynaları yaxşıdır, qırıq-çatı yoxdur ki aynalarında. Yox, putlandı. Şüşələr, qabaq şüşələr. Düymə ilə qalxır, Hə. ön aynalar. Aha. Şiti yaxşıdırmı? Şitdə Şey yox, yaxşıdır, partaq yoxdur. Oturacaqlar necə? Çöküntüsü, Elə- cırığı, söküyü. O nə sirenə gəlib üstündən. Yox, yəni deyirəm çöküntüsü, cırığı yoxdur ki. Bir an üz keçirtmişik də bir dənə. Qiyməti neçədir? 4-6-ya deyirsə razılaşmaq olar. 4600-ə deyirsiniz. Razılaşmaq olar. 4-2-yə vermək olarmı? Həm baxarıq. Hansı rayondasınız? Göyçay Əlaqə nömrəniz? 050 432 23 02. Allah xeyir versin. Sağ ol. Siz Allah də. sənə dəyməsin ata. Sağ ol, sağ ol qardaş, sağ ol. Minnətdarım, sən mənim ürəyimsən. Allah köməyində olsun. Sağ olun, sağ olun. Gəl Züqədə remontçusuq istəmir. Təkərlər dördü təzə. Nömrəsi də 1807. Xeyirli olsun. Qardaşlar Mingəçevirdən maşın gətirib 06 maşına. 2004-dür, İli 3900-ə bir. Yəni deyir 3900-ə 3900-ə deyil. Özü Hə. yoxdur burada. Çıxdı getdi özü. Ona görə də qonşusudur məlumatları verən. Telefon- 3900-ə deyir, endirim eləyəsidir. endirim eləyəcəyəm. Hə, əlaqə nömrəsini dedik. 055 559 58 13. Uğurlar arzu edirəm Çox sağ ol. qardaşım. Allah Siz razı də olsun. sağ olun.
Qardaş, kapotun da qaldır. Yavaş İskəndərli. Qaldıra bilərsən reisini. Dəmirini gör. Ha, yaxşı deyir. Hansı maşındır sizinki? Önceden bazar bağlanma. Önceden bazar bağlanma. Sabaha.